آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Es-sani sihru ashabil evham ve nufusil qaviyye. Qeyd elədik ki, Şeyx Ənsari Rıdvanullahi aleyh mətləb bu yerə çatanda Əllamə Məclisinin, yəni Sahibül Biharın, Bihar Lənvarın sahibinin sözü nəql eləyir. Təbii ki, Əllamə Məclisi Biharda uzun danışıbdır, xülasə var gətirib burada, az bir hissəsini gətiribdir. Mümkün də Əllamə məsələn deyək, 15-20 səhifə danışıb orada, bu 2-3 səhifəsi mümkün gətirib burada. Əllamə Məclisi deyir ki, sehrin 8 növü var. Hələ işimiz yoxdur, düz deyir, səhv deyir, Şeyx Ənsari onunla razılaşır, razılaşmır. Onun sözünü nəqləyir. Sehrin 8 növü vardı. Birinci, Kildanilərin sehri dedi. Kildani da qədim İraqda yaşayan bir tayfə idi, nə bilim, Bəsrə tərəfdən gəlirlər. İraqın sonra mərkəzlərinə indir, təxminən Babil tərəfə, ya hansı tərəfə. Xülasə, onların işlətdiyi sehridir. Onlar nə inirdilər? Onlar ki, ulduzpərəst idilər. Səmadakı cisimlərdə olan ki, o belə qeyri-adi qüvvələri yerdəkilərə tətbiq edirlər, nə bilim, oradan bir işlər görürdülər. Xülasə, bu birinci növ idi. İkincisi, əs-sani, burada qalmışdıq. Sehru əshabil əvham və nüfus əl-qaviyyə. Vəhm, yəni xəyal qüvvəsinin, xəyal qüvvəsi və nəfs də həmən o nəfs, insan nəfsi əl-qaviyyə. Güclü nəfs və xəyal qüvvəsinin sahiblərinin sehri. Mümkündür, mümkün deyirəm. Hal-hazırda biz bunlara nə deyirik? O ki, o televizora da çıxardırlar, adı da çıxdı yadımdan. Yox, sehirbaz yox, o ki, qeyri-adi şeylər geri xəbər verir ya neynir. Adı var ya, Vanga kimi şeylərdə. Nostradamus, Vanga, nə bilim, adı vardı. Nəysə çıxdı adı yadıma ölsə deyərəm. Yəni bunların nəfsində digər nəfslərdən daha güclülük vardı. Həmən bu şəxslər işimiz yoxdur. Bu mömindir, kafirdir, müsəlmandır, Allaha ibadət eləyəndir, şeytana ibadət eləyəndir. Ruh bəzi insanlarda daha güclü olur. Ekstrasenslər, əhsən, ölənlərə rəhmət. Ekstrasenslər. Mümkündür bunlara işarə eləyək ki, onların ruhları, daha doğrusu nəfsləri belə deyək ki, bizdən ikindən adi insanlardan daha güclüdür. Ola bilər birdən kafir olar, ola bilər birdən müsəlman olar, fərqi yoxdur. Deyir ki, güclü nəfs və vəhm sahiblərinin elədiyi sehirlər, mümkündür deyək, o ruhunda bir qüvvə vardı, indi o bir nəfərə baxmaqla, bir nəfərə, nə bilim, qəlbinə nəsə bir şey ötürməklə ona təsir eləyə bilər, ola bilər. Təbii ki, insan ruhu, insan nəfsi təkamül qabiliyyətinə malikdir. Necə insan adi vəziyyətdə bir dənə zəifdir, sonra görsən gedir məsələn deyək trinajora, məşq edir, muskullar şişir, boyun şişir, bədən forma alır. Necə bədəni yavaş-yavaş inkişaf elətdirib zəifdən doğruya, yuxarı məsələn deyək qüvvətliyə doğru hərəkət elətdirmək olur ki, zəif bir bədən bir ildən, 2 ildən sonra məsələn deyək kulturist bədəninə dönür. Ruh da həmçinin bu cürdür. Zəifdən güclüyə tərəf inkişaf eləmək qabiliyyəti vardı. Yəni, Allah Teala elə bir qabiliyyət verirdi ki, bunu inkişaf eləmək qabiliyyəti vardı o ruhda, o nəfsdə. İnsan eləyə bilər həmən o nəfsi rəhmani yolla formalaşdırır, necə ki, ariflər, sufilər, nə bilim nələr, dua ilə, zikirlə, yəni Allaha və Əhl-i Beyt əleyhissalama tabi olmaqla, onların göstərdiyi yolla gedirlər qabağa və ruhlarında bir əcib-qərib qüvvələr yaradırlar. Məsələn, deyək, var bəzi ariflərin həyatında ki, məsələn, müştəyidi, dərs deyirdi, çöldə, həyətdə, birdən ilan gəlir. Uşaqlar qorxurlar, məsələn, qaydirəndə ki, mut biiznillah, Allahın əmri ilə öl. İlan ölür orada. Nəfsdə, ruhda bir inkişaf eləmiş bir qüvvə var. Nə inirsə, nə tər edir, onu Allah bilər, nə tər eləyir. Bir dəfə insan bu cür rəhmani yolla, ilahi yolla ruhun yüksəldir, gücləndirir. Bir dəfə də var nədir? Şeytani yolla. Cürbəcür şeytani işlər görməklə mümkündür ruhunda, nəfsində güclülük yarada bilər. Və həmən bu ruhlar ki var, onu istər rəhmani ya şeytani
yolla inkişaf elətdirəcəklər. Onlar da mümkündür dərəcə-dərəcədir. Bəzi insanda güclü ola bilər o şey. Həddən artıq çox güclü olar, ruhun gücü çox olar. Deyək, məsələn, fərzən belə deyək ki, Bruce Lee də idmançı idi, filan kəs də idmançı idi. Niyə görə məsələn 40 il, 50 il ölümündən keçsə, hələ də onun adı dastan kimi yaşayır idman aləmində, nə bilim, karate aləmində ya hər hansı döyüş aləmində. Çünki onun mümkündür ruhunda elə bir şeylər var idi ki, başqa idmançıların ruhunda yox idi. Tək bədənin gücü deyil ki, Bruce Lee nə boyda bədəni var ki? 10 dəfə ondan böyük bədənlər vardı, amma mümkündür Bruce Lee ona birdən yumruq vursaydı, yıxılardı. Demək, söhbət bədənin yekəliyindən getmir. Nəsə içində bir şeylər vardı, bir qüvvələr vardı ki, o qüvvə adi idmançılarda yoxdur. Xülasə, sözüm bundan ibarətdir ki, bəzi insanları Allah Taala nəfsi cəhətdən çox yuxarı güclü yaradıbdır. Və bu da sözüm ondan irəli gəlmir ki, bunlar mömindirlər. Yox, kafir də ola bilər, işimiz yoxdur. Quran-ı Kərim buyurur ki, "Kullen numiddu haula və haula min ata'i rabbik." Bunları da Allahın lütfündən, mərhəmətindən bəhrələndiririk. Və ma kana ata'u rabbika mahzura. Sənin Rəbbinin ətası mane olunmuş deyil, qabağa alınmış deyil. Allah Taala eyni işləyinə bir dənə Yəhudi bir elmi verir ki, mümkün müsəlmana vermir. Niyə? Çünki bilirdi o yaxşı yerdə istifadə edəcək, yaxud da ki, ondan istifadə edəcək vermişdi. Sözümün canı, Əllamə sanki nə demək istəyir? Demək istəyir ki, bəzi nəfslər vardır, güclüdürlər. Həmin o nəfsin gücündən istifadə edərək bəzi oyun çıxardırlar. Əgər indi birdən yaxşı şeyə sərf eləyərsə, mümkündür ki, haram olmasın. Amma həmin o nəfsinin gücü ilə kiməsə pis təsir göstərdirsə, mümkündür bu sehir babına daxil olsun. Təbii ki, sözümüz o deyil ki, Əllamə nə deyir, qəbul eləyək. Əllamə nəzərində o bir sehrin bir növüdür. Sehru əshabil əvham və nüfusil qaviyyə. Güclü nəfs və vəhm xəyal qüvvələrinin güclü olan insanların sehri, onların elədiyi sehr. Əs-salis, üçüncüsü, əl-isti'anə bil-ərvah əl-ardiyyə və qəd ənkərəha ba'dul fəlasifə qalə bihəl əkabir minha və qalə biha əl-əkabiru minhum və hiyə fi ənfusiyə müxtəlifətun. Üçüncü növ hansı sehirdir? Əllamə Məclisi buyurur ki, üçüncü növ ərzi ruhlardan kömək almaqla. Hansı ki, o ərzi ruhları fəlsəfəçilərin böyüklərindən bəziləri inkar eləyib və digər böyük fəlsəfəçilər də onu qəbul eləyiblər. Və bunlar da özü-özlüyündə müxtəlifdir. Əl-ərvah, əl-ardiyyə nə deməkdir? Məqsədləri cinlərdir, cinlər. Əl-ərvah, əl-ulviyyə deyəndə məqsədləri mələikədir. Dedi axı, təsxirul cin, təsxirul mələikə, təsxirul ərvah bu şeylərdən danışırdıq. Burada indi sözü gedən əl-ərvah, əl-ardiyyədən məqsəd cinlərdir. Cinlərin köməyinə, cinlərdən kömək alaraq kiməsə məsələn sehr eləyir. Yaxşı, cinlər vardır, yoxdur, həmən o ərzi ruhlar vardır, yoxdur. Deyir və qəd ənkərəha ba'dul fəlasifə. Filosoflardan bəziləri onu inkar eləyiblər. İndi Aristotel imiş, kim imiş, nə bilim, Farabi imiş, hər kimsə, demir kimdir. Filosoflardan bəziləri onu inkar eləyiblər və qalə bihəl əkabir minhum. Böyüklərindənsə bir dəstəsi onu qəbul eləyiblər. Mümkün deyə İbn Sina kimi ya Söhrəvərdi kimi böyük filosoflar qəbul eləyiblər ki, cinlər bir həqiqətdir və onların vasitəsilə nəsə bir iş görmək olar. Təbii ki, biz müsəlman olaraq %100% yox, milyon faiz inanırıq ki, cinlər həqiqətdir. Çünki Quran-Kərim çoxlu ayələrində onların Peyğəmbərin yanına gəlməsi, müsəlman olmağı, bəzilərinin kafir olmağı, yəni çoxlu ayələrdə açıq-aşkar Quran-Kərim onların bir həqiqət olduğunu çatdırıb. Amma o filosoflar ki, əgər Quranı qəbulləmirsə, mümkün də onlar üçün çətin olsun. Çünki ağılla düşünülə bilən şeylər deyirlər onlar. Adətən əql, külliyyatı düşünə bilər, əqliyyat şeylər düşünə bilər. Cin bir varlıqdır. Necə ağlımıza ha işlədə bilər ki, məsələn, filan mikrob var, burada yox deyə bilmir ki, o ağlının işlədiyi yerdir. Ona görə də mümkündür filosof öz fəlsəfi baxışı ilə baxsa, mümkündür inkar eləsin. Amma əgər bir İslami filosof inkar eləyirsə, o artıq mümkündür kafir olar. Çünki açıq-aşkar Quran-ı Kərim cinlərdən danışıb, onların Peyğəmbərlə söhbətindən danışıb, Peyğəmbərin yanına gəlib iman gətirməyindən danışıb və ilə-axır və s. Əl-mühimdir ki, ona niyə görə əl-ərvah, əl-ardiyyə deyiblər? Çünki onlar yerə daha yaxın yaşayırlar. Var bəzi rivayətlərdə ki, imamlardan, ya məsumlardan, ya Peyğəmbərdən hədislər ki, cinlər də dəstə-dəstədir. Bəziləri yerin altında yaşayırlar, ifritlər məsələn, bəzi biraz yerin üst qatında, bəziləri yerin üstündə, bəziləri havada. Yəni, onlar da bizim məxluqlardır. Necə bəzi insanlar
hündür binada yaşayır, bəzi aşağıda yaşayır, hərə bir yerdə yaşayır. Bunlar da mümkündür. Yəni səmada, yuxarıda deyirlər. Çünki qədimdə ki, hansı bir dövrə qədər qalxırdılar yuxarı, sonradan Allah Taala icazə vermədi yuxarı səmalara qalxmağa. Uzaq baş məsələn birinci, ikinci səmaya qədər qalxarlar, sonra qalxsalar vurularlar. Amma əvvəllər mümkündür qalxa bilirdilər yuxarılara. Yəni həmin o əl-ərvahil ərdiyədən kömək almaqla dedik ki, əl-ərvahil ərdiyə müqabilində nə durur? Əl-ərvahil ülviyyə, yuxarı məxluqlar, yəni nələr? Yəni mələklərdir. Və qəd ənkərəha, həmən o ərvahul ərdiyyəni inkar eləyib bə'dul fəlasifə fəlsəfəçilərdən bəziləri və qalə bihəl əkabir minhum. O fəlsəfəçilərin bəzi böyükləri isə qəbul eləyibdi. Və hiyə fi ənfusiyə müxtəlifətun. Onlar da öz nəfslərində müxtəlif. Yəni cinlər də insan ki, müxtəlif dəstədirlər. Mömini var, kafiri var, zərər vericisi var, zərər verməyəni var. Onlar da dəstədirlər. Fəminhum xeyyiratun. Onlardan xeyirliləri var, yəni xeyir iş görənləri var. Və hum mu'minu əl-cin. Onlar cinin möminləridirlər. Və şirrirətun. Və şirriləri, yəni şər verənləri var, şər yetirənləri var. Və hum kuffarul cin və şeyatinihim. Cinlərin kafirlər və şeytanlarıdır. Yaxşı, neynirlər? Tutaq ki, məsələn, həmən sahir o cini təsxir eləyir, gətirir, yapışdırır, məsələn, bir nəfərin ruhuna. İndi ona xeyir verəcək, ziyan verəcək, o ki, sonraki mərhələdədir. Əgər xeyir verərsə, mümkündür, haram olmasın və sehirdə sayılmasın. Amma əgər həmən o cini təsxir eləyib gətirib bir nəfərin ruhuna birləşdirməklə ona zərər verəcəksə, onu incidəcəksə, mümkündür ki, sehr olsun. Təbii ki, gəlib qabaqda da deyəcək ki, sehrin tərifində, ötən tərifində, yəni təriflərin birində qeyd elədik ki, elə şeydir ki, sehr odur ki, onun həqiqəti yoxdur. Vaqe olmayan şeyi vaqe kimi göstərirlər. Əgər bu cürdürsə, onda cin məsələsi sehrə daxil olmayacaq. Niyə görə sehrə daxil olmayacaq? Çünki cinin bir həqiqəti var. İndi görə bilmək o demək yoxdur. Hava var burada, amma görmürük. Görünməmək o demək deyil ki, yoxdur. Əgər cini göstərməsən, necə ki, bir iti göndərirsən, gedir bir şey tutub gətirir. İt kəsif vücuddur, yəni əti var, qanı var, tükü var, dırnağı var, vücudu var, görə bilirsən. İndi birdən görünməyən bir hava kimi bir cini göndərsin, kimisə ruhuna məsələn zərər vurur. O deməli ki, o xəyaldır, o həqiqətdir, sadəcə gözə görünməyən həqiqətdir. Əgər desək ki, sehrin tərifində gəlibdir ki, vaqesi olmayan, həqiqəti olmayan şeyi həqiqət kimi ortaya qoymaq, göstərməkdir. Bu sehr onda cinlərin ya mələklərin təsxiri vasitəsilə kiməsə zərər ya xeyir vermək sehr olmaz. Niyə görə? Çünki onun vaqiyyəti var, həqiqəti var. Amma zahirən Əllamənin nəzərində, yəni Əllaməlisinin nəzərində bunlar hamısı sehrin növlərlə. Baxmayaraq ki, Şeyx Ənsariyə məsələn bəzi alimlər bəlkə də çoxun qəbul eləməsin, amma Əllamə bunların hamısını nə qəbul eləyir? Sehrin növləri kimi qəbul eləyir. Dördüncüsü, Ər-Rabi, Ət-təxəyyülat əl-axizə bil-uyun. Sehrin dördüncü növü o təxəyyülətlər, o müxəyyilələr ki, bir xəyal kimi göstərmək ki, əl-axizətu bil-uyun. Gözü sanki elə bir sehirləyir, gözü əxz edir, gözü götürür özünə. Yəni, sahir sanki elə bir iş görür ki, sən həqiqətləri tərsəsinə görürsən, ya görmürsən, ya nəsə problem törədir. Misal vurur. Misl rakibus səfinə yətəxəyyəl nəfsəhu sakinən və şattu mütəhərrikən. Məsələn, deyək ki, necə ki, gəmiyə minən hər bir insan mümkün bunu hiss eləyib, gəmi hərəkət eləyəndə elə bilirsən ki, gəmi dayanıb sahil hərəkət eləyir. Adətən gəmi ilə sahildən uzaqlaşan zaman insanın gözünə bu cür təxəyyül olunur. Və yaxud indi o dövrdə yoxdur, bizim dövrdə də sürətlə maşının pəncərəsinə baxanda o stolpalar ya məsələn maşınlar ki, yolun qırağındadılar, işıq dirəkləri deyə hər hansı bir sabit cisimlər. Maşın keçdiyində elə bilirsən, onlar qaçır. Əslən qaçmır, maşın hərəkət eləyir. Göz elə görür ki, yol hərəkət eləyir. Bunlar bir vaqiyyətlər, həqiqətlərdirlər. Misal vururuq ki, o sehri başa düşək sanki. İndi mümkündür, sahir elə bir iş görər ki, sənin gözünə bu cür şeylər yaradar. Həqiqəti əksin göstərər sənə, həqiqət olmayan şeylər həqiqət kimi göstərə bilər sənə. Bu da sehrin bir növüdür. Əl-xamis, beşincisi. Əl-ə'malul əcibəlləti təzharu min tərkibil alat əl-mürəkkəbə əla nisəbil həndəsiyə kərrəqqasin yərqus və farisani yəqtətilan. İndi o dövrdə
Allah məclisi yaşayıb 450 il bundan qabaq. Bu şeylər onlar üçün qəribə gəlir. Bunlar indi bizim üçün uşaq oyuncaqları kimidir. Da ki, məsələn deyək, hacı yatmaz deyirdik. Vırırsan, dəyir qalxır yerinə. Ya məsələn, yuxarıdan bir şey asılmış, məsələn, rəqs eləyən bir kuklalardır. Bu, bunun üstündən keçir, bunun üstündən bir-birinə dəymillərlə, bu yandan fıran neynir. O dövr üçün bu şeylər sehir başa düşürlər. O dövrdə indi bu şeylər yoxdur axı. Texnologiya inkişaf elədi, həndəsə qanunları, riyaziyyat qanunları, nə bilim deyək, yerin cazibə qüvvəsi, nə bilim, nə, hardan keçsə, hardan dəyməyəcək, nə neynəcək, bu hesablamalar. Bizim üçün bu uşaq oyuncaqlardır bu şeylər. Amma o dövrdə onlar üçün mümkündür. O qəribə bir şeylərdir 450 il bundan qabaq ki, necə olur ki, məsələn deyək, taxtalar bir-birindən rəqs eləyib, bundan qılınc davasına çıxırlar. Bizim üçün adi şeydir. O dövrdə 450 il bundan qabaq onlar üçün bu qəribə bir şeydir. Misal var ki, rəqqasın yarqus. Məsələn deyək, taxtadan düzəlmiş bir rəqqasdır, rəqs eləyir, ya nə bilim, və farisani yəqtətilən atın üstündə 2 dənə süvari bir-birindən döyüşürlər. Hansı ki, adi insanlar bunu eləyə bilmir. O dövrdə ona mümkündür, sehir kimi baxırdı. Özü də deyirdi ki, hansı bunlar həndəsi qayda qanunlara söykənən qeyri-adi işlərdilər. Sanki onlar da Allah məclisinə sair sehrin bir növü kimi görür. Əs-sadis, əl-isti'anətu bi xəvasil ədviyə, dərmanların, yəni bitkilərin, dərmanların özəl təsirlərindən ibarət olan sehirlər. Misl ən yüc'ələ fit-ta'am ba'dul ədviyəl mübəllidə. Məsələn, yeməyin içinə bəzi təblid edən dərmanlar. Deyir ki, təblid lüğətdə ona deyirlər ki, beyni tormuzlandırır. Elə bir ki, tam işləyə bilmir. Əvil muziləl aql, ya ağlı aradan aparır. Bəzi dərmanı qatır, mümkündür insanı dəli eləyir, ağlını aradan aparır. Biz uşaq vaxtı olanda nə dərəcədə həqiqəti var. Bizim kətdə bir ruhi xəstə vardı, deyirlər çox savadlı bir adam idi. Mən özüm görmüşdüm də, uşaq vaxtı olanda görmüşdüm o kişini. Çox savadlıymış. Dostları həsəddən onun yeməyinə kecələ, bir dənə quşdur bizim elmi adı nədirsə, biz yardımdan kecələ deyirik. Onun beynini hansı yeməyə qatsan, o artıq adamın ağlını aradan aparır. Dostları onun gözü götürməməzliyindən, həsəddən, paxıllıqdan onun yeməyini qatıblar. Ölənə qədər elmi qaldı, amma ağlı yox idi. Ağlı yox idi, dəli idi, amma elmi çıxmadı yadından. Çox savadlı idi. Mən görmüşdüm, uşaq vaxtı görmüşdüm o kişini. Xülas ola bilər. Deyir ki, mümkündür Allahın yaratdığı bu bitkilərdə mi, dərmanlarda mı, əşyalarda bir xüsusiyyət olar ki, neynər? Yeməyə qatmaqla, yəni bir iş görməklə insan ağlını təlbid eləyər, yəni yarım dayandırır, tormuzlandırar və yaxud da ki, izale eləyər, ağlın başından çıxardar. Bunlar da sehrin bir növü görür. Yəni belə deyək də, indi demirik filan kəs dərmanını çayına məsələn bir dənə bir tabletka bir dərman atdı, ağlı çıxdı başından, ya qızı zorladı, yəni o kimi soğurladı, getdi. Mümkün də o dövrdə bu şeylər çoxdan belə deyək də, bizim üçün biz ona sehir demirik. Biz deyirik ki, Allah Taala bədəni yaradıb, hər maddənin insan hüceyrəsində bir təsiri vardı. İnsan hüceyrədən ibarətdir, hüceyrə canlı varlıqdır. Xaricdən gələn dərmanlarında, preparatlarında, nə bilim, tabletkalarında özünün təsiri vardı. İndi biri insanın bədəndən nəşat gətirər, fəallıq gətirər, bəzi xumul gətirər, sakitləşdirər, bəzən ağrını kəsir, bəzi ağrı yaradar, cürbəcür şeylər eləyər. Biz bunu sehir görmürük, amma indi o dövrdə bəlkə qəribə şeydir. Bir dənə əməliyyatdan qabaq balaca narkozu ilətdi, adamın ağlı çıxır başından, getdi, neçə saatdan sonra ayılacaq, Allah bilir. Həmən şeylərə işarə edir ki, bunda nə görür? Sanki bir sehrin bir vasitəsi görür. Əvəd-duxun, əl-muskir, yaxud da ki, məst edici tüstülər. İndi tiryəkin tüstüsüdür, nəşənin tüstüsüdür, hər hansı tüstü ki, ağızdan mı, burundan mı insanın bədəninə girir və insanı məst edir. Əv-usarətul bənc, bənc yəni həmən nəşə. Marihuana. Bənc, Allah rəhmət edin Şeyx Muhammed Füzulini, onun bir əsəri var, Bəncü badə, yəni nəşə və araq. Badə yəni araq, bənc də yəni nəşə. Mümkün də Əhl-i Beyt əleyhissalamın zamanında, yəni imamların dövründə bəlkə də o qədər kəşf olunmamışdı. Çünki Füzuli 400-500 il bundan qabaqdır, imamlar sən 1700 il bundan qabaqdır. Amma Peyğəmbərdən sallallahu aleyhi və aleyhi və səlləm iki dənə rivayət nəql olunub bənc barəsində, yəni həmən nəşə barəsində. Rivayətləri Mühəddis Nuri Rıdvanullahi aleyh Müstədrəkül Vəsaildə gətirir. 2 dənə ya 3 dənə səhvimizə rivayətdir. Amma sənədləri yoxdur, sənədi zəifdir. Ki Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə nisbət verilir ki, bir gün gələcək mənim ümmətim bənc deyilən bir maddə yeyəcək.
Nə bilim onlar araq içəndən də betərdilər, anası ilə zina eləyəndən betərdilər, nə bilim Yəhudidən, nə xristiandan betərdilər, Kəbəni dağıtmış hökmündə, nə kafirə salam ver, ona vermir, nə bilim nə, yəni çox pis formada, yəni araq içəndən də pis formada peyğəmbərin dilindən nəql olunan rivayətdə vəsf olunur. İndi həqiqətdə peyğəmbər sallallahu əleyhi və alihi və səlləm deyib, sonda möcüzələrindəndir. Çünki o dövrdə zahirən bu şeylər kəşf olunmamışdı. O dövrdə bir şeylər yox idi. Yox, əgər kimsə də sonraki əsrlərdə narkotik çıxandan sonra, indi 200-300 il bundan qabaq Peyğəmbərin adından düzəldi bu hədisi qoyubsa, onu da Allah bilər. Əgər Peyğəmbərin rivayət edirsə, demək onun Peyğəmbər o dövrdən artıq bilirdi ki, bir zaman gələcək onun ümməti axmaqlı yol gedəcək və bu şeylərdən istifadə edəcək. Əv-usarətul bənc əl-məc'ul fi əl-muləbbəs. Aşağıda şarih yazır ki, muləbbəs bir şiriniyatdır. İçinə qozdan zatdan bu cür ləpə qoyurlar, üstünə də pesokdan zatdan bir şey, şirin bir şey çəkirlər, şəkər olur. Mümkündür, o dövrdə də bəzi şeytan insan, necə məsələn indi bəzi məktəblərin qabağında bəzi şərəfsiz, ləyaqətsiz insanlar saqqız formasını ya məsələn konfet formasında uşaqlara narkotik paylı üstü şirin içinədir, narkotik. Mümkündür, o dövrdə də o sehirbazlar, şeytanlar o şeydən istifadə edirmişlər. Müləbbəs aləmi şirniyyat növüdür ki, içində indi qozdan, ləpədən bir şey olur, üstünə də pesokdan, nə bilim, şirniyyatdan bir şey çəkilir. Usarətul bənc. Bənc yəni həmən o narkotik maddə. O narkotik maddənin usarəsi, o sıxılmış o mürəkkəzi ki vardı, onun o əsas yeri ki vardı, suydu, indi onun qatı maddəsi nədir? Onun ki qatırlar, qoyurlar məc'ul fil müləbbəs, həmən o şirniyyatın içinə. Təbii ki, onu yiyəndən sonra ağlı başında olmayacaq və onun vasitəsilə cürbəcə işlər görəcək, həmən o ağlı itirmiş şəxsin. Və haza mimma la səbilə ilə inkarihi və bunu da inkar eləmək yol yoxdur. Və əsərul miqnatis şahid. Və həmçinin də maqnetin təsirləri. İndi maqnet bizim üçün adi bir şeydir. O dövrdə maqnet qəribə gəlir, məsələn, kənarda necə o dəmiri çəkdi ya dəmirə yapışdı. O dövr üçün onlar qəribə şeylərdir. Yəni mümkündür bu sözləri eşidəndə oxuyan tələbə deyə buna baxır. Əllamə Məclisi kimi məsələn elm dəryası. Bu nədir danışır? Maqnet asandan seyir. O deyir ki, qəribə baxma. Necə ki məsələn deyək, biz indi deyirik ki, yer günəşin başına fırlanır, amma o dövrdə böyük nəhənglər deyək. Əllamə nədir? Xacə Nəsrəddin Tusi kimi, ondan qabaqçı filosoflar kimi elə bilirlər ki, göydə 7 dənə, 8 dənə element vardı, nə bilim, göy cismi vardı və günəş fırlanır. İndi balaca uşağa desən, gülmək, bu nə sözdür, bu danışılır. Göydə milyardlarla ulduzlar, nə bilim, galaktikalar var. Elm bu cürdür. Əgər bir nəfər məsum deyilsə, təbii ki, onun elmi xəta uğraya biləcək, xəta gələcək onun zihninə. Ona görə də bu şeylər adidir, bizim üçün adiləşib. Çünki bizim üçün elm kəşf olunub, çoxlu şeylər bilirik. Qabaqdakı məsələn deyir, kimya məsələsi, məsələn, əs-sabi, tə'liqul qəlb. 7-cisi, tə'liqul qəlb. Qəlbin bir şeyə bağladılması. Və huvə ən yəddə'i sair ənəhu ya'riful kimya və ilmus simya. Qədimdə bir dəstə insanlar vardılar, iddia edirdi ki, biz kimya elminin ardıncayıq. Nədir kimya? İddiaları bu idi ki, güya aləmdə bir maddə tapmaq olar ki, o maddəyə nəyi atsan, məsələn, qızıla döndərər, ya gümüşə döndərər. Bahalı, məsələn, misi salarsan, onu qızıl eləyər. Dəmiri atarsan, onu qızıl eləyər, gümüş eləyər. Güya belə bir şey iddiasına elə. Çoxları ömürlərini zayi elədilər, neynədilər? Amma sonradan elm gəldi, kəşf edir ki, bu qeyri-mümkündür. Niyə görə? Ola bilər nəysə qatarsan, bir maddə alarsan ki, bahalı bir şey çıxsın ortaya. Amma qızıla döndərmək olmaz. Niyə görə? Ta ki, 150-200 il bundan qabaq kimyaçılar kəşf elədilər ki, qızıl bir elementdir. Allah onu o cür xəlq eləyib. Allah Taala ona deyir, ənasir kimyaya, yəni kimyəvi elementlər. Kimyəvi elementlər sadə elementlərdirlər. Nəyəsə qatson, mürəkkəbdən sadə əmələ gələ bilməz. Qeyri-mümkündür o şey. Allah Taala o cür təbiətdə xəlq eləyib. 100 neçə dənə bu elementi xəlq eləyibdir. Artıq bizim üçün indi kimyaçılar gülməlidir şeydir ki, necə qızılı düzəltmək olar? Qızıl o cür xəlq olmur. İndi Allahı qəbul edəndə ki, Allah bu cür xəlq eləyib, qəbul edəndə təbiət bu cür xəlq eləyib. Bunu da qızıl düzəltmək olmaz. Qədimdə isə bu cür etiqaddaydılar ki, güya məsələn bir maddə düzəltmək olar, onun içinə məsələn deyə atarsan hər hansı bir şey, onu döndərib qızıl eləyər. Və insanları da bu cür aldadırdılar çoxlu formada. Niyə? Çünki məsələn bəzi maddələrdə bu şey var ki, bir
qara metalı döndərib rəngin sarı eləyə bilər. Gözünə də qızıl düzəldir. Qızıl düzəldir. Əslində üstündə bir təbəqə yaradır ki, o sarı kimi görsənir, içini sındırır. Yenə həmən qara şeydir. Ola bilməz ki, dəmir dönüb qızıl olsun. Dəmir bir elementdir, kimya nədir? Qızıl başqa bir elementdir. Onun heç vaxt bir-birinə dönə bilməzlər. Qeyri-mümkündür. Qeyri-mümkün möcüzə ilə ola bilər, Allahın qüdrəti ilə olar, amma təbii formada qeyri-mümkündür. Ta'liqul qalb ve huve en yedda'i sahir ennehu ya'riful kimya ve ilmi simya ve ismil azam hatta yemile ileyhil avam. Ta ki deyir, bir nəfər iddia edir ki, mən kimya, simya elmlərimi bilirəm. Simya da ta ki, kimya əgər maddələri qızıla döndərməli. Simya məsələn ta ki, insanın ruhunda dəyişik eləmə elmidir, nəm nədirsə. Vəl ismil azam. İsmi əzəm bilirəm. Niyə? Hətta yemilə iləyhil avam. Ta ki, avamlar ona meyl eləsin. Təbiidir ki, əgər bir insanın şəriətdən, imamdan, peyğəmbərdən, əqildən payı azdırsa, avamdırsa, istər-istəməz onu aldatmaq olacaq. Necə indi axmaq məsələn deyir müsəlmanlar gedir falçının qapısına, gedir cindarın qapısına, mənim filan işimi düzəl, mənim filan işimi düzəlcək. Əgər düzəldə bilənsə elə özü üçün əgər qeybi bilirsə o qədər dağların altında nə bilim xarabalarda xəzinə var. Elə özü üçün gedib qazardı. Sənin də 5 manat niyə 10 manat niyə ac qalıb ki? Əgər doğrudan gizdinləri biləndirsə, gedərdi xarabalıqdan elə qızılı çıxardardı küpü ilə istifadə eləyərdi. Deməli, onun hamısı yalan fırıldaqdır. Kimlər gedir onların qapısına? Elmdən, dindən kənar olanlar. Nə din elmindən bəhrələnmişin sonra getməz, nə də ki, ateist olsa, dünyəvi elmlərdən xəbərin, gəlin o dilən nədir, falçının, cindarın qapısına getməyəcək. Kim gedir adətən? Avam insanlar. İstər ateistin avamı olsun, istər dindarın avamı olsun. Kimin ki, elmdən və dindən payı yoxsa, gedir də cindarın yanına, falçının yanına. Deyirdi kimya və simya elmin bilən insanlar ya ismi əzəm iddiasında olan insanlar cəmaatı qəlb deyirlər ki biz bu şeyi bilirik. Avam insanlar özünə meyl eləmək üçün. Təbii ki insan ona aldanandan sonra o nəliylə hər nə şey desə onu eləyər. Bir nəfər ki özün Allahın övliyası kimi ya nə bilim şeytanın qulu kimi də fərq yoxdur müsəlman cəmiyyətinə, qeyri-müsəlman cəmiyyətinə. Yuxarı bir səviyyədə göstərəndən sonra cürbəcür şeytanlıqla cəmaatı cəlb eləyəndən sonra artıq onlar əqlin sanki əlinə alır. Nə desə onu eləyəcəklər. Get adam öldü, gedib öldürər. Get filan kəsin filan işi görəcək. Çünki artıq nədir? Qəlbin özünə cəlb eləyibdi. Və leysə ləhu əslun. Bunun da heç bir əsli yoxdur. Əs-samin ən-nəmimə. Ən-nəmimə yəni söz gəzdirənlik, ara vurmaq. Bu da ki, sehrin bir növüdür. Rivayətlərdə gəlibdir ki, o ən qorxulu sehr odur ki, söz gəzdirənlik və onun sözünü ona deyib, fitnə salıb, düşmənçilik yaradan və ailələri dağıdan, mehribanları bir-birindən düşmənə çevirən şərəfsizlər. Ən-nəmimə yəni söz gəzdirmək. İntaha əl-müləxəs minhu. Şeyx Ənsari deyir ki, xülasə var şəkildə gətirdim onu demək istədiklər, o geniş gətirmişdim, mən xülasə var şəkildə. Və ma zəkərəhu o şey ki bu 8 dənə formada zikr elədi, 8 bənddə zikr elədi. Min vucuhis sehr, sehrin növlərindən. Ba'duha qad təqəddəmə anil idah və ba'duha qad zəkərə fīmə zəkərəhu fil ihticac. Bu dediklərinin bəzisi izahda, yəni Fəxrül Muhəqqiqin Əllamənin oğlu izah kitabında demişdi. Bəziləri də ihticacda nəql olunan rivayətin içində gəlibdi. Min hadisi zindiq əlləzi səələ Əbu Abdullah aleyhissalam ən məsailə kəthirə. Hansı ki, həmin zındiq, həmin rivayətdə söz gedən Misirli bir zındiq, ateist, Allahı qəbulləməyən şəxs, imamla bir diyaloqları olur və imamdan çoxlu suallar soruşur, İmam Sadiq aleyhissalamla. Minha ma zəkərəhu bi qavlihim. Həmən o zındığın sözlərindən biri nədir? Budur. Həzrətə buyurdu ki, Həzrətə dedi ki, əxbirni anis sehr ma əsluh. Həmən o kafir imamdan soruşdu ki, mənə də görüm sehrin əsli var ya yox. Və keyfə yəqdiru sahi alə ma yusəf min əcaibihi və ma yəfəl. De görüm necə olur ki, sahir, o deyilən o əcib qərib deyirlər ki, filan kəs əcib qərib işlər ki, onu necə eləyir? Sehrin həqiqəti var yoxdur. Əgər desən ki, yoxdur deyəcəm və bu cəmaat danışır filan şey. Vardırsa onda necə olur? Bu sehr necə olur ki, bu qeyri-adi şeyləri, işlər görür? Qalə Əbu Abdullah aleyhissalam, innə sehri əla vucuhin şətta. İmam aleyhissalam buyurdu ki, sehir neçə cürdür, bir cür deyil. Minha bi mənziləti tıbb. Bəziləri tibb mənzilətindədir.
Kəma ennəl atibba vada'u li kulli da'in dəvaən. Necə ki, həkimlər hər bir xəstəlik üçün bir dərman düzəldiblər. Birinin baş ağrı, ona filan dərmanı verir, bel ağrı filan dərmanı verir, ürək ağrı filan dərmanı verir. Fəkəzəlikə uləma'u sihr ihtalu li kulli sihhətin afə. Bunun əksi olaraq sehirbazlar da hər bir sağlamlığın qarşısını ala biləcək, sağlamlığa zərər yetirə biləcək bir şeylər düzəldiblər. Görməsən deyib fərzən bir nəfər həddən artıq deyək, ağlı yaxşı işləyir. Ağla xələl gətirəcək məsələn bir şey gətirir. Birinin qolları güclüdür, məsələn qolunun gücünü alacaq bir şey eləyir. Yəni həkimlər müsbət formada, sanki imam deməsi, müsbət formada insan bədəninə təsir qoyurlar, xəstəlikləri aradan aparırlar. Bu məlunlar isə nə edirlər? Sehirbazlar sağlamlığa zərər gətirəcək bir maddələ bir şeylər düzəldirlər. Və likulli afiyyətin ahə, və hər bir afiyyət üçün, sağlamlıq üçün bir problem düzəldirlər. Və likulli məna hilə, və hər bir məna üçün bir hilə düzəldirlər. Demək, onda İmam Əleyhisselam təsdiq edir ki, bəzi sehirlərin bəli, həqiqəti var və onlar bu yollardan istifadə edirlər. Və nu'un axər minhu xatfə və sur'a və məxariq və xiffə. Onlardan bəzisinin gördüyü iş xatfədir, yəni çox göz qırpımında gördüyü bir iş. Ani surətdə, məsələn, fərzən belə deyək. Deyək, bu buradaydı. Bu da əli cibindədir. Elədir. Deyək, ora bax, itəcək. Ta ki, məsələn, deyək, bu pulta baxıram. Baxdığım halda görürəm ki, o pult oradan itdi. Əslində pult itmədi, amma o qədər sürətlə götürdü ki, mənim gözüm onu görə bilmədi. Xatfə onu deyir. Və sonra xatfə sonra təxminən eyni mənalıdır. Və məxariq və xiffə. Məxariqin tərcüməsi deyir ki, burada mənası əl-kizb vəl-ixtilaq və iftial hərəkat qeyril vaqi bi quvvəti surə. Yalancılıq, hiləgərlik, fırıldaqçı həddən artıq sürətlə gördüyü üçün onun həqiqəti görmürsən. Elə bilirsən nəsə baş verir, əslində baş vermir. Nəsə bir hiləgərliklə bir xariquladə bir iş görürəm. Əslində nədir? Sürətin hesabladır. Və xiffə, yəni əlin yüngüllüyü. Məsələn deyək, bəzi adamlar vardı o qədər mahirləşib cibgirlikdə. İnsan deyir ki, bax, sənin cibindən məsələn filan şey oğurlayacam. Mən ki deyirəm, oğurlaya bilməzsən, oğurlaya deməsə görüm oğurladı. Niyə üçün əli o qədər yüngülləşib o sahədə? Xiffə, yəni əlin yüngüllüyü həddən artıq sürətlə və yoxdur ki, elə hərəkət eləyir ki, hiss olunmur. Və nu'un axər minhum ma yəxuzuhu əvliya və şeyatin minhum. Bəzilər də var, şeytanlardan öyrənirlər. İmam Əleyhisselam buyurur ki, sehirbazların bəziləri, bəzi şeyləri şeytanlardan öyrənirlər. Qal, həmən o kişi, o nədir, ateist kişi dedi, zındıq. Fəmin əynə əliməş şeyatin əs-sihr. Yaxşı, onda deyirsən, şeytandan öyrənirlər, şeytanlar o sehri hardan öyrənmişlər. Qal əleyhisselam min heythu əliməl atibbə at-tibb. Həkimlər, tibb alimləri, tibbdə olan nailiyyətləri necə əldə edirlərsə, şeytanlar da o cür öyrənmişlər. Ba'duhu bi təcribətin və ba'duhu bi ilacin. Bəziləri təcrübədən irəli gəlir. Yəni illər boyu, 100 illər boyu təcrübədən keçirdirlər. Deyirlər, məsələn, filan dərman, filan şeyin xeyrinədir. Eləcə də illər boyu təcrübədən keçəndən sonra şeytan da gəldi, sübut elədi ki, doğrudan da deyir, heroindir, kokaindir, ya hər hansı bir maddədir. Bu insanın ağlını əlindən alır. Deməli, onda müsbətə tərəf təcrübədən əldə olunan kimi, mənfiyə də tərəfdən təcrübələrindən əldə eləyiblər. İmam buyurur ki, necə həkimlər təcrübə sayəsində çoxlu dərmanlar düzəltdilər, sehirbazlar da, şeytanlar da təcrübə sayəsində çoxlu şeytani şeylər düzəltdilər. Və ba'duhu bi ilacin, bəzi təcrübədən irəli gəlir, bəzi də ilacına, yəni bir şeyə qatmaqla, qarışdırmaqla, bir şey quraşdırmaqla. Qal, فَمَا تَقُولُ فِي الْمَلَكَيْنِ هَارُوتْ وَمَارُوتْ وَمَا يَقُولُ النَّاسِ إِنَّهُمَا يُعَلِّمَانِ النَّاسَ السِّحْرِ. Deyir, yaxşı, onda Harut və Marut mələkləri barəsində nə deyirsən? Harut və Marut Quran ayələrdə, indi o kafir idi, indi yəqin ki, ərəb idi, Misirli idi, kafir idi, ona görə demir ki, Quranda gəlib. Deyir ki, cəmaat ki, danışırlara, Harut və Marut mələki var idi, insanlara sehr öyrədirdi. Və ma yəqulun nas, şöyle qoyum təpə, insanlar demək Allah deyir. Allah sözünü insana nisbəti. Və ma yəqulun nas, insanlar deyirlər ki, innəhuma yuallimanin nasa sehr. O iki mələk insanlara sehr öyrədirlər. Onlara nə deyirsən? Qalə aleyhisselam, innəma huma mavzi ibtila.
Mövqifu fitnə. Deyir ki, Həzrət buyurdu, onlar mövqi ibtila. İnsanlar üçün bir imtahan, sınaq mərhələsi idi və mövqi fitnə, yəni insanlar arasında bir fitnə idilər. Qoy burada dursun, dərsin vaxtı başa çatdı. İnşallah gələn dərsdə həmən bu cümlədən oxuyarıq. Çünki orada bəzi əqidəvi nöqtə vardı ki, mələklər barəsində qısa da olsa ona işarə edirik ki, ta şübhə qalmasın. Elhamdülillah Rabbil aləmin və sallallahu alə seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.